vaizi, Yerusəlimdə padşahlıq edən Davud oğlunun sözləri. Puçun puçu, dedi vaiz. Puçun puçu, hər şey puçdur. Günəş altında çəkdiyi ağır zəhmətdən, əziyyətdən insana nə fayda? Bir nəsil gedir, o biri nəsil gəlir. Amma yer əbədi durur. Günəş çıxır, günəş batır. Sonra təzədən doğacağı yerə tələsir. Külək cənub səmtinə əsir. Sonra şimal səmtinə dönür. Elə hey dövr edir. Külək təkrar dövr edir. Bütün çaylar axıb dənizə tökülür. Amma dəniz heç vaxt daşmır. Çaylar başladıkları yerə qayıdır ki, təzədən axsın. Hər şey yorucudur. Hər şey barədə danışmağa söz çatmaz. Göz görməkdən doymaz. Qulaq eşitməkdən. Nə olubsa yenə olacaq. Nə edilibsə yenə ediləcək. Günəş altında yeni heç nə yoxdur. Məgər elə bir şey var ki, deyəsən, bax, bu yeni bir şeydir. O da çoxdan var imiş. Zəmanəmizdən əvvəl mövcud imiş. Keçmişdəki insanlar xatırlanmır. Sonradan gələnlər də elə olacaq. Onlar da daha sonra gələnlər tərəfindən xatırlanmayacaq. Mən vaiz Yerusəlimdə İsrailin padşahıyam. Səma altında edilən hər şeyi, Allahın bəşər övladlarına məşğul olmaq üçün verdiyi miskin işləri öyrənib, hikmətlə araşdırmaq istədim. Günəş altında edilən bütün işləri seyr etdim. Gördüm ki, hər şey puçdur. Külək dalınca qaçmağa bənzəyir. Əyrini düzəltmək olmaz. Olmayan şeyi saymaq olmaz. Ürəyimdə dedim, bax, mən böyük hikmət qazandım. Məndən qabaq Yerusəlimdə yaşayanlardan qat-qat çox hikmətə yiyələndim. Ürəyim böyük hikmət, elm qazandı. Ürəyimi hikmətin, dəliliyin, axmaqlığın nə olduğunu öyrənməyə verdim. Bu da külək dalınca qaçmağa bənzəyir. Hikmət çoxalanda kədər də çoxalır. Elmini artıran dərdini artırır.